Çalışdığı bazarda baş verən yanğında dəymiş ziyana görə kompensasiya ala bilməyən Şərur rayon sakini Samur Məmmədov dövlət orqanlarından şikayətçidir. O bildirir ki, etdiyi şikayətlər işini yoluna qoymaq əvəzinə vəziyyətini daha da pisləşdirib. Haqqını tələb etdiyinə görə ona heç yerdə işləməyə imkan verilmir. Qeyd edək ki, xəbərlə bağlı məlumatı Gündəlik Naxçıvan səhifəsi paylaşıb. Naxçıvan Muxtar Respublikasında hansı quruma gedirəm, heç kim şikayətə baxmır. İstər bundan əvvəlki prezidentin səlahiyyətli nümayəndəsi olsun və indi təyin olunan Ceyhun müəllim prezidentin səlahiyyətli nümayəndəsinə dəfələrlə mən müraciət etsəm də yazılı şəkildə heç bir nəticə əldə eləməmişəm. 22 noyabr 2023-cü ildə Şərur rayon ticarət mərkəzində baş verən yanğın nəticəsində mən həmin ticarət mərkəzində dərzi fəaliyyəti ilə məşğul idim. Yanğın nəticəsində mənim bütün dərzi avadanlıqlarım və dərziyə aid olan bütün malzemələrim yanmışdır. Bununla bağlı Şərur rayon prokurorluğunda ilkin istintaqa nəzərən mənə dəymiş zərər müəyyən olunmuşdur və sahibkar kimi, ziyan çəkən kimi siyahıya alınmışam. Şərur rayon bir mərtəbəli olan ticarət mərkəzi yandıqdan sonra 2 mərtəbə olaraq yenidən inşa olunmuşdur və bütün hər kəsə orada yer verilməsinə baxmayaraq mənə heç bir yer verilməmişdir işləməyimə və bazarın müdiri Məmmədov Qasım Müslümoğlu mən ona desəm də yer ver, yenə yer verməmişdir. Amma söz verməklərinə baxmayaraq hələ də 3 ildir ki, məni yerlə təmin etməmişlərdir. Hələ də mənə dəymiş zərəri ödəməmişlərdir. Bu azmış kimi mən bunlardan şikayətçi olduğum üçün, bu azmış kimi mənə o bazarda işləməyim üçün də kiralamağım, işləməyim kiminsə yerini icraya götürüb işləməyimə də icazə vermədilər, hədə qorxu gəldilər. Mən 3 ildir ki, işsiz qalmışam və mən iş sektorundan məhdudlaşdırılmışam. Bununla bağlı mən Şərur rayon prokurorluğuna şikayət etsəm də bunlar mənə bunu edir. Məmmədov Qasım Müslümoğlu'nun səhlənkarlıq hissəsində bazar yanmışdır. Məhkəmənin göstərişi ilə orada prokurorun, Şərur rayon prokurorluğunun işçilərindən biri oturmuşdu. Demişdi, məhkəmə hətta orada qayıt dedi ki, Məmmədov Qasım Müslümoğlu'na da cinayət açılsın ki, onun səhlənkarlıq nəticəsində yanıbdır. Cəmaət öz haqqını istəyə bilsin. Bunu deməsinə rağmen yenə də Məmmədov Qasım'a heç bir cinayət işi açılmadı. Mən bu Azərbaycana 2 dənə əsgər övladı böyüdürəm. Bu aidiyyəti qurumlar bu videonu görsə, bu Naxçıvandakı məmur özbaşınaçılığına son qoysunlar. Biz neyniyək, çıxaq ölkəni tərk edək, yenə gedək Türkiyədə işləməyə. Axı niyə getməliyik? Bizim gözəl ölkəmiz var, mən burada işləmək istəyirəm.